Hər hansı bir qanun tətbiq olunduqdan sonra ilk mərhələdə burada xəbərdarlıq olmalıdır. Yəni vətəndaşların həmən cərimələnməsi qanuna ziddir və bir çox halda bu belə də olur. Məsələ, elektron siqaret və veyplərin çəkilməsinə yanvar ayı, fevral ayıdakı qərar qəbul olundu ki, elektron siqaretlərin çəkilməsi, satışı, istifadəsi qətiyyən qadağandır. Nə baş verdi? Bu qanun çıxdı, amma aprel ayının 1-dən qüvvəyə minir. Bu vaxt ərzində insanlar bir-birini məlumatlandırdı. Nə bilim, veypi var idisə çəkdi, qutardı. Kiminsə əlində malı var idisə satdı, qutardı və aprel ayının 1-dən bu artıq tətbiq olunmağa başladı. Amma digər tərəfdən yol nişanı əgər yeni dəyişilibsə, mən indi tam əminliklə deyə bilmərəm. Mənim fikrimcə dövlət yol polisinin əməkdaşları ən azı ilk mərhələdə insanları xəbərdarlıq etməlidirlər və edirlər. Çünki mənim özümü saxlayanda mən dəfələrlə görmüşəm ki, sadəcə xəbərdarlıq ediblər ki, bəs İdris bəy bunu belə elədiniz, gedə bilərsiniz, amma biləsiniz ki, bu belədir. Yəni ilk mərhələdə təbii ki, qırmızı işıqdan keçməkdən söhbət getmir də, hər hansı bir yol hərəkət qayda nişanının dəyişilməsi falan.